Bu dəqiqə həm şokdayım, həm də özümü çox sevincli hiss edirəm. Tofiq Musayevin performansı tüklərimi biz elədi desəm, heç nə şişirtmiş olmuram. Döyüşə baxanlar rəqibin zəif olduğunu düşünə bilər. Ancaq qeyd eləmək istəyirəm ki, Tofiq Musayevin rəqibi top 15-ə namizəd olan çox güclü, çox elit səviyyəli idmançılardan idi. Ancaq Tofiq Musayev qısa müddətdə hazırlaşmasına baxmayaraq çox gözəl, çox üstün performans göstərərək rəqibini bitirməyi və qalib olmağı bacardı. Döyüş haqqında danışası olsaq, döyüş sadəcə ayaq üstündə keçdi. Məsafəsini yaxşı qoruyaraq rəqibə dəqiq zərbələr vuraraq birinci raundun onsuz da qalibi Tofiq Musayev idi. İkinci raundda yoxladığı arxa zərbəsi ilə rəqibini sarsmağı və daha sonra ardıcıl zərbələrlə rəqibini bitirməyi bacardı. Düzdür, çox təəccübləndim və çox sevindim, ancaq biz belə bir nəticəni onsuz da Tofiqdən gözləyirdik. YouTube kanalında paylaşdığımız təxmin videosunda Tofiqin partlayıcı gücündən istifadə edərək rəqibini bitirərsə, döyüşdə qalib olacağını, ancaq xal hesabına saxlayarsa, böyük ehtimalla məğlub ola biləcəyini demişdik. Çox sevindiricidir ki, Tofiq partlayıcı gücündən bu səfər də istifadə etməyi və rəqibini vaxtından əvvəl bitirərək möhtəşəm bir qələbəyə imza atmağı bacardı. Həqiqətən də yaş bir rəqəmdir. İnsan inanaraq bir çox şey əldə edə bilər. Yəqin ki 100% ehtimalla Tofiq bundan sonraki döyüşünü top 15-dən hər hansısa bir döyüşçü ilə keçirəcək. Bir şey də qeyd edeyim uşaqlar. Əgər biz bu cür getsək, bu yol bizi kəmərə aparır. Biz öz növbəmizdə Tofiq Musayevi təbrik edirik. Ayaq üstə alqışlaması performansa görə təşəkkür edirik.